Cənubi Qafqazda ölümcül bir təhlükə səssizcə öz partlayış vaxtını gözləyir. Bu, dünyanın köhnə nüvə texnologiyası ilə inşa edilmiş ən təhlükəli nüvə stansiyalarından biri Metsamor Atom Elektrik Stansiyasıdır. Onun barəsində təkcə region dövlətləri deyil, beynəlxalq ictimaiyyət də həyəcan siqnalı çalır. Çünki bu stansiya sözün əsl mənasında nüvə təhlükəsizliyi baxımından bəşəriyyətə qarşı ən böyük təhdiddir. 1976-cı ildə istismara verilən Metsamor AES üçün cəmi 30 illik istifadə müddəti nəzərdə tutulsa da, artıq 40 ildən çoxdur ki, stansiya fəaliyyətini davam etdirir. Bu müddət ərzində isə nə stansiyanın texniki vəziyyəti yenilənib, nə də təhlükəsizlik standartları müasir tələblərə uyğunlaşdırılıb. Başqa sözlə, Metsamor AES köhnə bir avtomobilə bənzəyir. Nə ilacı var, nə də idarə etməsi. Ölkənin Xarici İşlər Naziri Ararat Mirzoyan bir neçə gün əvvəl bildirdi ki, rəsmi İrəvan yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı ilkin addımlar atır və kiçik modullu reaktorların xüsusiyyətlərini araşdırır. Onun sözlərinə görə artıq yeni AES-in inşası üçün yer seçimi prosesi başlanıb. Sual yaranır. Metsamor AES-in təhlükəsizliyini təmin edə bilməyən Ermənistan yeni nüvə stansiyasını necə idarə edəcək? Mövcud AES-in yaratdığı təhlükəni aradan qaldırmadan yeni avanturaya atılmaq sadəcə risk deyil, həm də beynəlxalq təhlükəsizliyə qarşı məsuliyyətsiz addımdır. Əslində isə bu sadəcə bir siyasi oyunun və təhlükənin uzadılmasıdır. Ermənistan nüvə təhlükəsizliyini təmin etmək əvəzinə regionun başı üzərində yeni nüvə bombası quraşdırmaq istəyir. Məlumdur ki, Metsamor AES-in istismar müddətini süni şəkildə uzadan Ermənistan hökuməti bunu Rusiyanın Rosatom Servis şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirir. Ötən ilin dekabrında Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında bu məsələ yenidən gündəmə gəldi və stansiyanın fəaliyyətinin davam etdirilməsi qərarı alındı. Metsamor AES artıq təkcə Ermənistanın deyil, bütün regionun problemidir. Beynəlxalq ictimaiyyətin və xüsusilə də Avropa İttifaqının, BMT-nin və Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatın bu məsələyə səssiz qalması qəbul edilməzdir. Təhlükəsizlik standartlarına cavab verməyən və istismar müddətini çoxdan tamamlamış bu stansiyanın dərhal bağlanması üçün konkret addımlar atılmalıdır.